Problemlərimizin çoxu keçmişdən gəlir. Adətən dərin problemlərimizin qaynağını şuurlu zehnimizlə tapa bilmirik. Ana bətni və nəsil şəcərəsini unuduruq. Nəsildən gələn travmalar var ki, onları tapanda şəxsin indiki həyatında şəfalanmasını müşahidə edir və buna şahid oluruq. Bu, əslində möhtəşəm bilgidir. Çünki insanlar həmişə keçmiş həyatlarındakı problemlərdən qaynaqlanan sıxıntıları həll etməyə çalışırlar. Hətta bəziləri belə deyir: mən keçmişdə yaranan problemləri özüm bilirəm və başıma gələn hadisələrə hansı yaş mərhələlərində anlayışım var filan və s. Dostlar, bu kök travmanı tapmaq deyil. Əsas məsələ kök travmanı doğru şəkildə, düzgün şəkildə müəyyən etmək və onu tapıb çevirdikdən sonra həm keçmiş travma, həm də indiki həyatınızda yaşadığınız travmalar domino daşları kimi bir-birinin ardınca devrilir.